Bismillahirrahmanirrahim. Həyat gözlənilməzliklərlə doludur. Səhər evdən sağ-salamat çıxırsınız, amma axşam qayıdacağınıza heç bir garantiniz yoxdur. Bir gün hər şey yolundadır, o biri gün qəfil bir xəstəlik, qəza, maddi itki və ya böyük bir bəla qapınızı döyür. Biz bədənimizi soyuqdan qorumaq üçün qalın paltarlar geyinirik. Evimizi qorumaq üçün dəmir qapılar, qıfıllar qoyuruq. Bəs qədərdən gələn qəfil bəlalara, qəzalara, xəstəliklərə qarşı görünməz qalxanımız varmı? Əziz və dəyərli izləyicilər, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur, qədəri ancaq dua və yaxşı əməllər dəyişdirər. Bugün sizinlə o qapalı qapıları açan, üzərimizə gələn qəzaları havada ikən yox edən mənəvi zirehlərdən danışacağıq. Bugün sizə səmada gəzən bir buludun içindən gələn səsin hekayəsini danışacağım. Tək bir xurma dənəsinin insanı cəhənnəm odundan necə qoruduğunu eşidəcəksiniz. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin bizlərə əmanət qoyduğu, evdən çıxarkən və qəfil bəlalara qarşı oxunduğunda mələkləri hərəkətə gətirən o böyük qorunma kəlamlarını öyrənəcəksiniz. Və İmam Əlinin əleyhisselamın qatillərin əhatəsində necə rahat yatdığının sirrini kəşf edəcəksiniz. Əgər ailənizi, özünüzü, malınızı və canınızı qorumaq istəyirsinizsə, bu deyilənləri qəlbinizə yazın. Bəladan qoruyan ən böyük, ən sürətli və ən güclü əməl sədəqədir. Ehtiyacı olana əl tutmaqdır. Biz elə bilirik ki, sədəqə verəndə pulumuz azalır, amma əslində o sədəqə sizin malınızın, canınızın ətrafına keçilməz bir hasar çəkir. Bunun ən gözəl sübutu Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin Səhih Müslimdə danışdığı danışan bulud hekayəsidir. Bir gün bir adam boş bir ərazidə, səhrada gedirdi. Hava sakit idi. Birdən başının üstündəki buludun içindən bir səs eşitdi. Səs buluda belə əmr edirdi: "Get, filankəsin bağçasını sula." Adam dəhşətə gəldi. Bulud səmada hərəkət etməyə başladı. Adam da o buludun arxasınca qaçdı. Bulud getdi və qayalıq bir yerə çatdı. Orada bütün suyunu tək bir bağçanın üzərinə boşaltdı. Başqa heç yerə bir damla da düşmədi. Adam yaxınlaşdı, gördü ki, bağçada bir nəfər əlindəki bellə suyu ağaclarına doğru yönəldir. Ondan soruşdu: "Ey Allahın qulu, sənin adın nədir?" Bağban adını dedi. Bu ad adamın səmada buludun içindən eşitdiyi o adı idi. Adam dedi: "Mən bayaq səmada sənin adını eşitdim. Buluda əmr edilirdi ki, gəlib yalnız sənin bağçanı sulasın. Siz nə iş görürsünüz ki, Allah sizi quraqlıqdan, aclıqdan, bəladan belə qoruyur, ruzinizi göydən xüsusi göndərir?" Bağban bu sirri açdı. Dedi: "Mən qeyri-adi heç nə etmirəm. Sadəcə bu bağçanın məhsulu yetişəndə onu 3 hissəyə bölürəm. Bir hissəsini Allah rizası üçün kasıblara sədəqə verirəm, bir hissəsini özüm və ailəm yeyir, bir hissəsini isə yenidən bağçaya əkirəm." Subhanallah! Görürsünüzmü? Sədəqə verən adamı Allah quraqlıqdan, aclıqdan, bəladan necə qoruyur? İmam Əli əleyhisselam buyurur, sədəqə ilə bəlaların qarşısını kəsin. Bəla sədəqəni aşıb keçə bilməz. Əgər bugün işləriniz tərs gedirsə, üstünüzə ard-arda bəlalar gəlirsə, gözləməyin. Az da olsa cibinizdən bir şey çıxarın və bir ehtiyac sahibini sevindirin. Göydəki buludların istiqaməti sizin üçün də dəyişəcək. Bəzən deyirik ki, mənim imkanım yoxdur, nə verim ki bəladan qorunum? Bəladan qorunmaq üçün milyonlara ehtiyac yoxdur. Səmimiyyətə ehtiyac var. Həzrəti Ayşə anamız çox təsirli bir hadisə danışır. Bir gün qapısını yoxsul bir qadın dördü. Yanında 2 balaca qız uşağı var idi. Aclıqdan rəngləri solmuşdu. Ayşə anamız deyir, evdə axtardım, onlara verməyə tək bir xurma dənəsindən başqa heç nə tapa bilmədim. O tək xurmanı qadına verdi. Qadın xurmanı aldı. Özü o qədər ac idi ki, amma xurmanı ağzına aparmadı. Xurmanı tən yarıdan 2 yerə böldü. Yarısını bir qızına, digər yarısını o biri qızına verdi. Özü isə heç nə yemədi, ac qaldı.
Acından titrəyən balacalarına baxıb ancaq gülümsədi. Ayşə anamız bu mənzərədən o qədər təsirləndi ki, ağlamağa başladı. Axşam Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm evə gələndə bu hadisəni ona danışdı. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm qətii və müjdə dolu bir səs tonuyla buyurdu ki, Allah o qadına, o bölüşdüyü bir xurma və övladlarına olan mərhəmət səbəbilə cənnəti vacib qıldı və onu cəhənnəm atəşindən, yəni əzabdan qorudu. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm buyurur ki, yarım xurma ilə belə olsa, özünüzü atəşdən, yəni bəladan qoruyun. Sədəqənin böyüklüyü miqdarında deyil, qəlbdəki mərhəmətindədir. Bəzən insan qəzadan, yol fəlakətindən və ya düşmənin hiləsindən necə qorunacağını bilmir. Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin bizə miras qoyduğu və mələkləri birbaşa hərəkətə gətirən səhih kəlamlarına, nəsihətlərinə qulaq asaq. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm səhih Əbu Davudda keçən hədisində buyurur ki, bir insan evindən çıxarkən bu kəlamları desə, görünməz aləmdə möhtəşəm bir hadisə baş verər. Bismillahi, təvəkkəltu aləllahi, la həvlə və la quvvətə dillə billah. Allahın adıyla Allaha təvəkkül etdim. Allahdan başqa heç bir güc və qüvvət yoxdur. Rasulullah sallallahu aleyhi və alihi və səlləm bəyan edir ki, insan bu üç cümləni deyəndə ona belə nida edilər ki, sizə doğru yol göstərildi, siz ehtiyaclardan qurtuldunuz və siz qorundunuz. Və həmən an şeytanlar, yəni bəlalar ondan uzaqlaşar və digər bir şeytan isə öz yoldaşına belə deyər ki, doğru yol göstərilmiş, hifz edilmiş və qorunmuş bir insana sən necə zərər verə bilərsən? Əziz və dəyərli izləyicilər, görürsünüzmü, hər səhər işə, yola çıxarkən tələm-tələsik qapını çırpıb getməyin. Durun, 3 saniyənizi ayırın və bu nəsihətə əməl edin. Digər bir sarsılmaz zireh isə Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin Abdullah ibn Xubeybə öyrətdiyi sirridir. Rasulullah sallallahu aleyhi və alihi və səlləm ona belə nəsihət etdi ki, səhərə çıxdığında və axşama çatdığında İxlas, yəni Qul huvallahu əhəd, Fələq və Nas surələrini 3 dəfə oxu. Bunlar sizi hər bir şeyə qarşı, yəni hər bir bəlaya, şərə, nəzərə qarşı qoruyacaq, sizə kifayət edəcəkdir. Bu 3 surə sizin qaranlıqda yandırdığınız məşal, üzərinizə gələn zərərə qarşı çəkdiyiniz sipərdir. Bu nəsihəti əsla tərk etməyin. İnsanı ən çox qorxudan şey bəlanın həbərsiz, qəfil gəlməsidir. Uzun illər qurduğunuz bir işin bir gündə məhv olması, sapsağlam ikən qəfil bir xəstəliyə tutulması, sahib olduğunuz neymətin əlinizdən qəfildən alınması, Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bəlanın məhz bu növündən Allaha sığınırdı. O, Səhih Müslimdə keçən nəsihətində ümmətinə bu dəhşətli senarilərdən necə sığortalanmağı öyrətmişdir. Rasulullah sallallahu aleyhi və alihi və səlləm hər zaman bu kəlamlarla Allaha dua edərdi. Bu duanı qəlbinizə yazın. Allahümmə inni ə'udhu bikə min zəvali ni'mətikə və təhəvvüli afiyyətikə və fuc'əti niqmətikə və cəmi'i saxatikə. Tərcüməsinin böyüklüyünə diqqət edin. Allahım, mənə verdiyin neymətlərin yox olmasından, bəxş etdiyin sağlamlığın və hüzurun geri alınmasından, sənin qəfil cəzandan, yəni qəfil gələn bəladan və sənin bütün qəzəbindən sənə sığınıram. Baxın, bu 4 maddəyə: neymətin yox olması, iflas etmək, ailənin dağılması, ruzinin kəsilməsi, sağlamlığın geri alınması, qəfil bir diaqnoz, qəza nəticəsində əlil qalmaq, qəfil cəza, yəni bəla, hazırlıqsız yaxalanmaq, Allahın qəzəbi, bütün fəlakətlərin anası. Əziz qardaş və bacılarım, Peyğəmbərimiz bizə bu duanı öyrətməklə əslində qorunmağın yolunu göstərir. O, bu bəlalardan ancaq mənə sığınmaqla qurtula bilərsiniz həqiqətini bizə çatdırır. Dua, qədərin oxunu havada tutan tək qüvvədir. İmam Əli əleyhissalam buyurur, dua enmiş və